Dəfələrlə səhifəmizdə aralıqlı orucun orqanizmə təsirindən danışmışam və bu gün bu haqqda yenə toxunmaq istəyirəm. Çünki müşahidəmə görə pasientlərin əksəriyyəti bu formada qidalanmağa çalışır. Bəs kimlərə olar və necə etmək lazımdır? Bunu bu gün bu haqqda danışacağıq. Bədən üçün əsas məsələ hormonal balansın doğru olmasıdır. Aclıq zamanı kortizol təbii olaraq yüksəlir. Bu orqanizmin enerji səfərbərliyi üçündür. Ancaq əgər oruc uzun çəkərsə, yuxu, stress və qidalanma balansı pozularsa, bu kortizolun xronik olaraq yüksəlməsinə səbəb olacaqdır. Nəticədə əvvəlcə enerji, sonra isə yorğunluq, əzələ etkisi, aybaşı dövrlərində pozulmalar, susuzluq, yuxusuzluq kimi əlamətlər görəcəyik. Ancaq balanslı tətbiq olunarsa, yəni kifayət qədər su, protein və istirahətlə birlikdə olunarsa, bu insulin həssaslığını, mitoxondrial fəaliyyəti, iltihabı yaxşılaşdırmış olur. Elmi sübutlar göstərir ki, fasting faydalıdır. Ancaq kortizolun ritminə qarşı yox, onunla ahəngdə aparılarsa faydalıdır. Yəni məqsəd orqanizmi uzun müddət ac saxlamaq deyil. Məqsəd metabolik balansı təmin etməkdir. Ona görə də təkcə qidalanmanıza deyil, sağlamlıq yolunda digər vərdişlərinizin də düzəlməsinə fikir verməniz lazımdır. Özünüzdən müğayət olun və bu videonu aralıqlı oruc tutmağı tövsiyə edən həmkarlarınıza və dostlarınıza göndərməyi unutmayın. Sağ olun.